Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. Deməli 3 dənə variant olacaq. Siz variantlardan birini seçəcəksiniz. Xatırlatmaq istəyirəm ki, burclar üzərindən proqnozları Telegram kanalım üzərindən edirəm. Şəxsi baxım istəsəniz, çünki videoda olan baxımlar ümumidir. Şəxsi baxdırmaq istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Burada sizin seçiminiz çox vacibdir. Yəni sizin intuisiyanıza dayanıqlı bir açılımdır. Ona görə seçiminiz çox vacibdir baxım sırasında. Əgər sizə daha çox vaxt tələb olunursa, bu birinci, ikinci, üçüncü variantdır. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən isə çox gözləmək istəmirəm. Birinci variantdan başlamaq istəyirəm. Deməli, burada həftə boyu maddiyyatınızda deməli hər hansı bir xərcləmədə ya da hər hansı bir maddiyyatın əldə olunmasında çox sevincli, gözəl duyğular yaşayacaqsınız. Yəni deyək ki, misal üçün hətta nəsə almalısınızsa, xərcləmə eləməlisinizsə, bu sizin xoşunuza gələn xərcləmə olacaq. Yəni sizin istədiyiniz kimi bir xərcləmə olacaq ya da istədiyiniz şeyin alınması üçün xərcləmə olacaq. Həmçinin də burada misal üçün əyləncəyə sərf olunan, uşaqlarınız varsa uşaqlarınıza sərf olunan maddiyyatdan da söhbət gedə bilər həftə boyu. Amma burada əyləncəli, yəni əyləncəyə ya da sevdiyiniz insanlara, sevdiyiniz şəxslərə pul xərcləmədə olası bir şeydir. Deməli, işdə və ya təhsildə burada sevindirici hadisələr ya da sevindirici işlər ola bilər. Əgər artıq işləmirsinizsə ya da tətil vaxtıdırsa, bu da yəni sevinç mənbəyindən biri ola bilər ki, artıq problem görmürəm, problem yaşamıram, yəni tətildəyəm. Yəni burada iş və ya təhsildə sevinmə sizə düşür. İşləyirsinizsə də ya da təhsiliniz davam edirsə, burada sevindirici hadisələr ya da sevindirici xəbərlərin gəlməsi olası bir şeydir. Həmçinin də qeyd etmək istəyirəm ki, şəxsi həyatınızda deməli burada sizin əgər yəni misal üçün siz təksinizsə ya da qarşınıza çıxan insanlar o qədər də uyğun deyilsə, burada gözləmə prosesi ola bilər. Yəni siz gözləyə bilərsiniz sizə uyğun olan insanı. Həmçinin də ilişkidə problemlər yaşanıbsa, burada sizin gözləməyinizi tələb edir kartlar. Yəni biraz səbirli olmağınızı, gözləməyinizi, yəni hər halda yəni ilişki varsa da yoxsa da səbirli olmağınız, təmkinli olmağınız və həmçinin gözləməyiniz tövsiyə olunur. Əgər təksinizsə, misal üçün burada başqa ölkə, başqa mədəniyyət, başqa şəhərdə ilişki qurmaq uğurlu, xeyirli ola bilər. Yəni distansiyada qurulan ilişkilər də xeyirli ola bilər. Əgər siz öz çevrənizdən çoxdan da tapa bilmirsinizsə, burada kartlar göstərir ki, siz distansiyada ilişki qurub xoşbəxt ola bilərsiniz. Həmçinin də burada dediyim kimi bəzi insanlarda kim ki bu variantı tutub ilişki durumu biraz qatma-qatışıq ola bilər. Kimdə var ilişki, yəni bu biraz qərarsızlıqlar, necə edim, ya o qarşı tərəfin qərarsızlığı ola bilər, ya da sizin qərarsızlığınız ola bilər. Hətta misal üçün danışıq sırasında da siz o insanı ya da o insan sizi tam anlaya bilmir, tam sizi qavraya bilmir. Yəni necə insandır ya da siz onu tam qavramaya bilərsiniz, tam görə bilmərsiniz. Yəni burada belə bir şeylər var. Həmçinin də qeyd etmək istəyirəm ki, bəzi insanlarda burada qarşı tərəfin ya da sizin qərar vermə etapınız ola bilər. Burada biraz qərar vermədə biraz
yuvana bilər də, yəni çəkilə bilər, vaxt baxımından biraz uzun sürə bilər. Ona görə də burada təmkinli, səbirli olmaqda fayda var hər iki tərəfin şəxsi həyatda. Həmçinin də qeyd etmək istəyirəm ki, həftə boyu biraz məyusluq, depressiya hissi ola bilər. Yəni burada daha çox duyğusallığın ağır basdığı bir emosionallıq ola bilər. Yəni biraz sizi məyus edici şeylər ola bilər, hansı ki sizi yəni gözləmirdiniz ya da pozitiv bir şey gözləyirdiniz, amma o hadisə sizi məyus edir ya da insanlar sizi məyus edir. Yəni burada bəzi gözləntilərin qarşılanmayacağı göstərilir və o gözləntilərin qarşılanmayacağı əsnasında da siz məyusluq və biraz necə deyərlər, məyusluqdan savayı da duyğusal bir çöküş yaşaya bilərsiniz. Ona görə diqqətli olun. Keçid etmək istəyirəm ikinci variantı. Deməli, burada iş və ya təhsildə qeyd etmək çıxır sizə. Yəni, ya siz iş və ya təhsildə nəyisə qeyd edəcəksiniz, həmçinin də bu bitməyi qeyd etmək ola bilər ki, sonunda bitirmişəm, tətilə çıxmışam. Çünki burada belə, yəni duyğusal baxımdan gözəl, bayram kimi gəlinən şeylər olacaq sizə işdə və ya təhsilinizdə. Maddiyyatınızda burada necə var, elə qalır. Həmçinin də keçmişdən gələn məsələlər, xərcləmələr o qarşınıza çıxa bilər. Hansını ki, çoxdan ödəməli idiniz. Misal üçün, çoxdandan yuvanırdı, qalırdı ya da bu həftədən qabaq olan hansısa məsələlərə xərcləmələr ola bilər. Həmçinin də burada sizin, misal üçün, əgər sizi maddi durumunuz qane etmirsə, çünki bəzi insanlarda bu göstərilir ki, onlar maddi durumları ilə çox da maddi durumları onları qane etmir. Burada belə bir şey ola bilər ki, siz hansısa sizə verilən, göstərilən hansısa yolları görmürsünüz və bu çoxdandandır baş verən uzun bir prosesdir. Yəni burada sizə tövsiyə edir ki, kartlar artıq fikir ver, artıq sənə göstərilən işarələrə, sənə göstərilən çoxdandandır, misal üçün planlayırsansa artıq elə, artıq addımı at elə ki, yaxşı maddiyyat əldə edəsən. Həmçində burada xərcləmələr ola bilər ki, hansını ki siz sonraya qoyurdunuz, misal üçün nəyisə almağı, nəyisə ödəməyi və bununla bağlı artıq bu həftə onu qərarlaşdırmaq vacib olacaq. Həmçində maddiyyatla bağlı hansısa gözləntiləriniz varsa, burada həmin o insana ki, kimə ki müraciət etmişdiniz ya da ki, hansısa quruma, oradan rədd cavabı gələ bilər. Ya da sizin istəmədiyiniz bir hansısa deyək ki, sizə misal üçün deyilir ki, veriləcək misal üçün, amma elə bir şərt qoyulur ki, o şərt sizi qane etmir. Yəni, burada belə bir şey ola bilər. Həmçində qeyd etmək istəyirəm ki, sizin şəxsi həyatınızda burada qəlb qırıqlığı olmuşdursa, hansısa problemlər olmuşdursa, burada barışıqlıq ola bilər. Amma barışıqlığın hansısa tərəflərdən birinin biraz təzyiq göstərməsi gərəkdiyini ya da barış sırasında təzyiq göstərəcəyi göstərilir. Yəni, misal üçün, siz deyək ki, kompromis tapmağa çalışırsınız, amma qarşı tərəf elə sözlər deyir ki, sizə bu baskı kimi, yəni təzyiq kimi gəlir. Həmçində bu təzyiq ya da baskı ucbatından olunan hansısa davalar ola bilər, hansısa sözlü davalar ola bilər, qəlb qırıqlığı da ola bilər, diqqətli olun. Yəni, belə bir şey yaşanmamışdırsa, yaşana bilər. Əgər yaşanmışdırsa, barışıqlıq mümkündür. Yalnız burada hər iki tərəfin səbirli və təzyiq göstərməməyi tələb olunur. Yəni, hətta misal üçün, əgər qarşı tərəf görürsünüz ki, baskı uyğulayır, təzyiq göstərir, çalışın onda o insanı rahat qoyun ki, o insan biraz özü ilə baş-başa qalsın ki, başa düşsün, anlasın. Həmçinin burada qısa-qısa yolların, çoxlu yolların göstərilir ki, olacaq. Yəni, burada həm
bir dənə sizə çox gözəl gələn yol ola bilər, yəni daha uzun. Həmçinin də daha qısa yollar hansı ki etməlisiniz, onlar da ola bilər. Həmçinin bu gündüz vaxtları olunan bir yollar da ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, burada biraz sizin həftə boyu ya sizin tərəfinizdən olunan, ya da ki qarşı tərəfdən, yəni hansı ki insanlar sizin qabağınıza çıxacaq, onlardan siz biraz həm maddi, həm də ki duyğusal belə simiclik görə bilərsiniz. Yəni o insanların həm maddi baxımından, həm sizə duyğusal baxımından heç nə vermək istəmədiklərini görə bilərsiniz. Həmçinin siz özünüz belə ola bilərsiniz. Yəni bağlana bilərsiniz və insanlara açılmaq istəməyə bilərsiniz. Yəni burada ümumi baxımda deyə mən hər iki variantı yorumluyorum. Deməli, keçid etmək istəyirəm 3-cü varianta. Deməli, burada 3-cü variantda maddi baxımından sizin problemləriniz yaşana bilər. Həmçinin hər hansısa bir xəstəliklər ya da o xəstəliklərə xərclənilən pullar ola bilər. Hansında ki, yəni sağlamlığınızda ya da səhhətinizdə problem yaşayırsınız və onunla bağlı xərcləmələr edirsiniz. Həmçinin də burada həm işdə, həm də ki şəxsi həyatda biraz çıxılmaz bir vəziyyət ola bilər, aqressiya ola bilər.